Hər vaxtınız xeyir, əmək bazarının yenilikləri ilə tanış olmaq və iş tapmaq istəyənlər işsizlikdir efirdədir. Dövlət və özəl sektorda yeni iş imkanları açılıb, karyera qurmaq istəyənlər üçün həmin vakansiyaları təqdim edəcəyik. O, heç vaxt sıradan biri olmaq istəmirdi. Fərqlənmək üçün yeni bir yol seçdi və istədiyinə də nail oldu. Bunu necə bacardığını isə birazdan izləyəcəksiniz. Son statistikaya görə ölkəmizdə qadınlara kişilərdən daha az maaş verilir. Yaxşı, bəs əmək haqqı cinsə görə müəyyən olunmadığı halda kişilər niyə qadınlardan çox maaş alırlar? Səbəblərini araşdıracağıq. Dövlət Statistika Komitəsinin açıqlamasına görə ölkədə muzla çalışan işçilərin sayında dəyişiklik müşahidə olunub. Bu il yanvarın 1-nə olan məlumata əsasən əmək müqaviləsi ilə çalışan 1.778.000 işçidən 882.800-ü dövlət, 895.700-ü isə özəl sektorda fəaliyyət göstərir. Yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə özəl sahədə çalışanların sayı 53.000 nəfər artıb. Dövlət sektorundakı işçilərin sayında isə 16.300 nəfər azalma qeydə alınıb. Ötən həftə işə düzəltmək adı altında vətəndaşları aldadan daha bir şəxs tutulub. Tovuz rayon polis şöbəsinin həyata keçirdiyi tədbir nəticəsində dələduzluq edən 31 yaşlı Valih Əliyev saxlanılıb. O 20-yə yaxın şəxsi işə düzəltmək adı altında aldadaraq 30.000 manatdan çox maddi vəsait ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb. Valih Əliyev barəsində həbs qəti imkan tədbiri seçilib. Hazırda isə sizə bir elanı təqdim edəcəyik. Belə ki, Dövlət Məşğulluq Agentliyi həvəsləndirmə mükafatları müsabiqəsinə start verib. Məqsəd məşğulluğa dəstək layihəsi iştirakçılarına biznes mükafatlarını təqdim etməkdir. Müsabiqəyə bundan öncə dəstək layihəsində iştirak edib, avadanlıq alaraq kiçik biznesini qurmuş şəxslər müraciət edə bilərlər. İştirak üçün son müraciət tarixi 11 martdır. Əlavə məlumat almaq üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və dost mərkəzlərinə müraciət edə bilərsiniz. Az öncə məlumat verdi ki, ölkədə qadınlar kişilərə nisbətən daha az maaş alır. Rəsmi statistikaya görə muzla işləyən qadınların maaşı 791,1 manat olduğu halda kişilərdə bu göstərici 1159,9 AZN təşkil edib. Bəs maraqlıdır, əmək haqqıdakı bu göstərici hansı sosial-iqtisadi problemlərə yol açır? Mövzuya süjetdə aydınlıq gətirəcəyik. Qadınların əmək bazarında rolu artsa da, təəssüflər olsun ki, məvacib bərabərsizliyi hələ qalır. Hazırda Azərbaycanda qadınların orta aylıq əmək haqqısı kişilərə nisbətən azdır. Ən kəskin fərq elm və texniki fəaliyyət sahəsində işləyənlərin əmək haqqında müşahidə olunur. Məsələn, bu sektorlarda işləyən qadınların orta aylıq maaşı 1128 manat olduğu halda kişilərdə 2172 manatdır. Yəni, qadınların maaşı kişilərinkindən təxminən 2 dəfə azdır. Yüksək və aşağı gəlirli ölkələrdə də vəziyyət eynidir. Səbəbinə gəlincə isə iqtisadçılar müxtəlif versiyalar səsləndirirlər. Əgər əmək haqqı aşağıdırsa, orada qadınların iştirakı daha çox olur. Bu da təəssüf ki, bu disproporsiyalarla, sistemsizliklə bağlıdır. Yəni, əmək haqqının aşağı olduğu yerlərə kişilər çox can atmır. Kişilərə əmək bazarında tələbin çox olmasından irəli gələrək, onların əmək haqqlarında da fərqli göstəricilər qeydə alınır. Düşünürəm ki, bundan başqa bu gender bərabərsizliyinə təsir edən bir sıra mental, psixoloji amillər də var. O cümlədən iş müddətinin, iş saatlarının mövcud vəziyyəti çərçivəsində qadınların daha çox, yəni məhdudiyyətlərlə üzləşməsi. Çünki bir çox hallarda biz görürük ki, xüsusilə özəl sektorda iş vaxtından artıq işdə qalmaqla bağlı çağırışlar olur, tələblər olur. Qadınlarda bununla bağlı problemlər qaçılmaz olur. Hətta bu amil qadınların sosial yığımları və pensiyalarına da təsir göstərir. Əgər qadın hansısa müddət ərzində əmək bazarından uzaqlaşırsa, söhbət gələcəkdə onun sosial müdafiəsi ilə bağlı pensiya təminatından gedirsə, bu yığım
pensiyaları çərçivəsində təbii ki, onun imkanları daha dar olacaq. Çünki onun öz pensiya kapitalını yığmaq imkanları kişilərlə müqayisədə daha məhduddur, daha aşağıdır. Vəkillər kollegiyasının üzvü hüquqşünas Şaiq Mirzəyev isə bunun tam əksini düşünür. Onun sözlərinə görə əmək haqqı məsələsində qadın-kişi bərabərsizliyindən söz gedə bilməz. Dövlət qurumlarında bu məsələ yəni rahatdır. Burada problem görmürəm mən. Çünki struktur var. Hökumət o strukturu təsdiq eləyir. Müvafiq icra hakimiyyəti deyək ki, qurum özü də o ştat cədvəlini müəyyən eləyir və onun əmək haqqısında bəlli eləyir. Nazirlər Kabineti də onu təsdiq eləyir. Nəticədə büdcə olaraq, belə deyək də. Amma özəllərdə olarsa qadın getməsin o işin dalınca, razılaşmasın. Özəl sektorda razılaşmasın. Dünya İqtisadi Forumunun hesabatına görə iqtisadi gender bərabərsizliyinin aradan qaldırılması yalnız 79 il sonra mümkün olacaq. Bərabərliyə nail olmaq üçün azı bir əsrə yaxın vaxt keçməlidir. İqtisadçılar isə bu bərabərsizliyi aradan qaldırmağın yolunu açıqlayırlar. Onlar qadınlar üçün il ərzində əlavə güzəştlər və kompensasiyanın tətbiqini məqsədə uyğun sayırlar. Proqramımızın əsas məqsədlərindən biri də işə götürənlərlə iş axtaranları əlaqələndirməkdir. Bu məqsəddən yola çıxaraq hər buraxılışda olduğu kimi bugünkü efrimizdə də əmək bazarında mövcud olan vakansiyaları toplamışıq. Hazırda onları sizə təqdim edəcəyik. Premium Otel Milli və Avropa mətbəxini yaxşı bilən kişi aşpazlar üçün vakansiya təqdim edir. İş yeri Gəncədədir, əmək haqqı 400-600 AZN-dir. Çinici mağazası merchandiser axtarır. 23-33 yaşlarında müvafiq sahədə 2-3 il təcrübəsi olan şəxslər müraciət edə bilərlər. Naharı şirkət qarşılayır, maaş 800-1000 manatdır. Pizza Mizza menecer axtarır. Müvafiq sahədə 1 il təcrübə tələb olunur. İngilis və rus dili biliyi arzu olunandır. Yaş həddi 22-40-dır. Əmək haqqı 700-900 manat təklif olunur. AFFA-da insan resursları mütəxəssisi vakansiyası açılıb. Ali təhsil 3 illik təcrübə, müvafiq sahə üzrə təlim sertifikatlarının olması tələbdir. Son müraciət tarixi 3 martdır. Əmək haqqı razılaşma əsasında. Proqramımızın sonunda digər vakansiyaları da sizə təqdim edəcəyik. Sir deyil ki, əmək bazarında yüzlərlə eyni tipli biznes var. Amma uğur hekayəsini izləyəcəyimiz Aslan Məmmədli heç vaxt onlardan biri olmaq istəməyib. Düşünürdü ki, nailiyyət üçün fərqli olmaq vacibdir. Elə düşündüyünü də reallaşdıra bilib. Mənə ayrılan yol pulundan mənə cəmi 10 qəpik qalırdı ki, mən onu üst-üstə qoyub və s. nəsə bir şeylər eləyə bilim. Mən kursun sayəsində ev almışam, maşın almışam. Elə bir hədəf qoyun ki, ona heç vaxt çata bilməyin. Siz o qaranlıq gecələri yaşayanda, onlar sizin yolunuza işıq saçmalıdırlar ki, mən onun üçün çalışıram. Həvəsdən düşürsünüzsə, o kiçik problemdə zaten bu işə başlamayın və gedin hardasa işləməyə başlayın. Oxumağa maraqlı biri deyildim, idmanla məşğul olurdum və 9-cu sinifə çatanda artıq mənə dedilər ki, mütləq şəkildə oxumalısan, idman bitdi. Bir növ ailəm məcbur elədi ki, mən artıq universitetə hazırlaşım və yaxşı ki, məcbur eləyiblər. Yenə də mənim ağlımda həmişə belə biznes fikirləri olurdu ki, biz nə edə bilərik. Ümumiyyətlə, universitetə qəbul olmamışdan əvvəl məni elə bir ki, tutub saxlayan sadəcə o valideynlərdən asıllıq idi. Yəni, bəlkə də məni belə azad buraxsaydılar, elə uşaq yaşından başlayardım nəyəsə. Universitet insana kömək olur ki, sənə bir 4 il, 5 il boş bir müddət verir ki, orada istədiyini öyrənəsən və istədiyin işlə məşğul olasan. Çünki heç kim səndən evlənmək tələb eləmir, heç kim səndən pul gətirmək tələb eləmir. Varlıqlı bir ailədən gəlmirəm. Universitetə biz qalırdıq, deməli, Razində. Universitet Xırdalanda idi, Qafqaz Universiteti və mən 3 fərqli marşrut dəyişib ora getməli idim. Mənə ayrılan yol pulundan mənə cəmi 10 qəpik qalırdı ki, mən onu üst-üstə qoyub və s. nəsə bir şeylər eləyə bilim. Məsələn, uşaqlar təklif edəndə ki, gəlin dərsdən sonra gedək hardasa yemək yeyək. Avtomatik ağlımda canlanırdı ki, görəsən mənim üzərimə düşən hesab nə qədər olacaq və yaxud da görəsən kimə deyə bilərəm ki, bu dəfə o mənim yerimə versin və sonra mən onu o 10 qəpikləri yığıb qaytararam. Mən orada fikirləşdim ki, artıq mən o içimdəki ehtirasın üzərinə düşməyə vaxtıdır. Bu Qələmun deyə bir startap qurmağa qərar verdim.
Həmişə istəyirdim ki, xaricdəki universitetdəki tələbələrlə də necəsə əlaqə qura bilək, baxaq görə onlar necə öyrənirlər, oradan kimlər var, bəlkə onlarla necə ortaqlı şəkildə nəsə bir şeylər eləyə bilərik. Mənim də proqramlaşdırma biliyim yox idi. Bunun üçün proqramlaşdırma biliyi olan başqa biri lazım idi. Yenə universitetdən başqa bir dostumdan bir yerdə başladıq bunu qurmağa. Tələbələr üçün vakansiyalar var idi, təcrübə proqramları var idi, xaricdə təhsil elanları var idi. Aylıq 30 min aktiv istifadəçimiz olurdu. Bu kifayət eləyirdi ki, artıq çox kiçik məbləğdə də olsa belə reklamlar götürək, amma heç bir qiymət qoyma biliyimiz falan heç nə yox idi deyə çox ucuz qiymətə reklamlar qəbul eləyirdik. Biz bunun üzərində işləyirdik. Mən universiteti bitirən kimi əsgərliyə getməliydim. Mənim valideynlərim dedi ki, sənə bu ilin dekabrına qədər biz yol pulu verə bilərik. Sonra artıq özün öz çarəvə baxmalısan, ya da ki, çıxıb getməlisən əsgərliyə. 2019-cu ildə bir startap yarışmasına qoşulduq. 2400 startap arasından birinci yerə çıxdıq. 10.000 manat məbləğində mükafat aldıq. Bir ay sonra başqa bir müsabiqədə ikinci yerə çıxdıq və 5.000 manat qazandıq. Bu bizim üçün yaxşı pul idi ki, hərəmizə 7500 düşürdü. Sonra elə oldu ki, Nurlan başladı proqramlaşdırmanı bildiyi üçün şirkətlərdən əlavə işlər götürməyə və o artıq normal şəkildə pul qazanmağa başladı. Mən isə baxdım ki, hardansa necəsə pul qazanmalıydım. Bizim oradakı 30 min istifadəçi kifayət edirdi ki, biz gedib xaricdə təhsil şirkəti ilə danışdıq ki, gəlin sizi reklam eləyək. Sizdən pul almayaq, onun əvəzində bizə bir otaq verin, biz orada dərslər keçək. Çünki bildiyim tək şey ingilis dili idi. Biz başladıq ingilis dili dərsləri keçməyə, həmin bizə ayrılan bir otaqlı ofisdə. Biz başladıq dediyim, yəni tək idim, heç kim yox idi və reklam edirdim bu qələmunda həm onların şirkətlərini, həm də ingilis dili öyrənmək üçün özümü reklam edirdim. Özüm deyəndə elə göstərdim ki, biz özümüzük. Çünki tələbə gələndə onunla danışan da mən idim, o belə deyək, o ödənişi alan da kassada mən idim. Ona sonra dedim ki, bizim müəllimlər var, ola bilsin ki, amma mən də keçmiş ola bilərəm, müəllimlər dolu olsa, yəni mən də müəlliməm falan dedim, amma 100% özüm keçməliydim, çünki başqa müəllim yox idi. Və belə-belə bir neçə tələbələr oldu. Bir müddət sonra baxdım ki, artıq bir otaqlı ofis kifayət eləmir. Aylıq belə 500-600 manat civarında bir pul qazanırdım. 450 manata 28 mayda binanın belə mansarında bir ev tipli bir yer var idi. Orada idi ofis. Başladıq tələbələri qəbul etməyə. Orada gələndə biz deyirdik ki, bizim əslində ofisin girişi başqa yerdəndir. Təmir olunur və biz hələ ki bu belə deyək, sakinlər tərəfdən qalxmalıyıq. Çünki ofisin özü də belə bərbad gündə idi və bir də sakinlər tərəfdən qalxmaq heç ofis vibe vermirdi. Sonra 28-də başqa bir ofis tutduq, ora keçdik. Orada biraz böyüdük. Mən kursun sayəsində ev almışam, maşın almışam. Ya bir yol çək, ya bir yol tap, yəni kimsə gedən bir yol tap, ya da bu yoldan çəkil. Kimisə izləmək çətindir. Niyə görə? Çünki onların getdiyi yolda, o çəkdikləri cığırda siz bilmirsiniz ki, onlar hansı çətinliklərlə üzləşib, onu necə aşıblar. Siz də o cığırı gedəndə qabağınıza nəyin çıxacağını bilmirsiniz. Ona görə özünüz bir yol tapmalısınız ki, hansı yol ki sizə ən çox belə deyək, uyğun olandır, hansı ki ən çox sizin gedə biləcəyiniz yoldur. Yəni o yolu özünüz çəkməlisiniz. Bizim elədiyimiz fərqlilik nə idi? Biz tələbələri qəbul elədikcə, onları analiz elədikcə baxdıq ki, İnsanlar sürətli öyrənmək istəyirlər. Yəni heç kimə maraqlı deyil ki, mən 2 il gələcəm, 1 il gələcəm və nə vaxt öyrənəcəm və analiz elədik ki, biz elə bir proqram hazırlamalıyıq ki, o çox sürətli şəkildə inkişaf eləsin. 10 tələbə cəlb elədik. Onları o bizim əvvəlcədən verməli olduğumuz sualları verib proqramı hazırlayıb yoxladıq. Onlardan 8-in üzərində uğurlu olduq. Bu nə idi? Biz 40 gün ərzində tələbələri A2-dən B2 səviyyəsinə çatdırmalıydıq. Gördük ki, bu uğurlu olur. Ondan sonra elan elədik ki, bəs bizim belə 40 günlük sürətləndirilmiş proqramımız var. Və biz başladıq təxminən bir il öncə təzə startapa, hansı ki insanlar girib artıq orada onlayn şəkildə dərsləri ala bilirlər, bütün materialları əldə edə bilirlər və startapın əsas yaxşı göstəricisi odur ki, siz hər ay çox sürətli şəkildə böyüməlisiniz. X qədər belə deyək şeyimiz var idi, istifadəçimiz var idi. İkinci ay onu 2-yə qatladıq, üçüncü ay 2-yə qatladıq, yəni təzədən onu və indi artıq növbəti aydayıq və bu ayda onu 2-yə qatlamağı düşünürük. Amma deyir ki, özünüzə hədəf qoyun və gedin o hədəfə çatın. Ahmet Şerif biz görən deyir ki, elə bir hədəf qoyun ki, ona heç vaxt çata bilməyin. Deyir, ulduzlara toxuna bilmərsiniz, amma qaranlıq gecələrdə yolunuza işıq saçarlar.
O deməkdir ki, sizin o çatacağınız ulduz o qədər yüksəklikdə olmalı ki, o qədər uzaqda olmalı ki, siz o qaranlıq gecələri yaşayanda onlar sizin yolunuza işıq saçmalıdırlar ki, mən onun üçün çalışıram. Həvəsdən düşürsünüzsə, o kiçik problemdə zaten bu işə başlamayın və gedin hardasa işləməyə başlayın. Təhsil və iş yükü kişi ilə eyni olmasına baxmayaraq maaşı daha az alan qadınlar var. Statistik məlumata əsasən qadınlar kişilərlə müqayisədə daha az qazanırlar. Kişilərin əmək haqqısı qadınlarınkına nisbətən 31,8% çoxdur. Bunun səbəblərini iqtisadçı Eldəniz Əmirov ilə müzakirə edəcəyik. Xoş gəlmisiniz, hər vaxtınız xeyir olsun Eldəniz müəllim. Bu fərqin yaranmasına səbəb nədir? Burada ənənəvi düşüncə önəmlidir, işə götürənlərin yanaşması, yoxsa başqa məsələlər dayanır problemin kökündə? Bilirsiniz, sizin bu suala cavab vermək üçün gəlin bircə kiçik bir təhlil aparaq. Bugün Azərbaycanda 1,8 milyon insan muzla işləyir. Bunun təxminən yarısı bir qədər artığı özəl sektordadır, yarısından bir qədər aşağı səviyyədə isə dövlət sektorundadır. Və bu əmək haqqı müxtəlif qurumlar daxilində, daxili belə deyək, kateqoriyalar üzrə təmin olunur. Bir də ümumi tarif cədvəl əsasında 19 pilləli. Bunların heç birində gender məsələsi üzrə bölgü yoxdur. Yəni, siz haradasa işə götürənlərin elanlarında, saytlarda, digər vakansiyalarda görmüsünüzmü ki, bir X fəaliyyəti üzrə olan deməli, işdə qadın müraciət eləyərsə 10 manat veriləcək, kişi müraciət edirlərsə 15 manat. Ümumiyyətlə, sizin kimi, sizin televiziyada çalışan əməkdaşların bir fərq varmı? Yoxdur. Bizim qurumda da yoxdur. Ümumiyyətlə, belə bir qurumlar yoxdur ki, kişi və qadına fərqli maaş versin. Statistik göstəricilərə baxanda bu başqa məsələdir. Bu artıq sektorlar arasında olan bir məsələdir. Sektorlardan qaynaqlanan bir məsələdir. Bugün daha yuxarı əmək haqqı emal sənayesində, mədən çıxarmada, yəni ağır işlərdə, tikintidə və digər sektorlarda. Orada da daha çox kişilər çalışır. Orada da bəli, daha çox kişilər çalışırlar. Məsələn, bugün biz belə deyək, xidmət sektoru üzrə hələ götürək. Müəyyən avtomobil nəqliyyatlarının təmiri ilə bağlı olan bir servislərə girmiş olsaq, bir xanım oraya yaxınlaşıb, mən burada motor ustası kimi fəaliyyət göstərəcəm desə, ona kim yox deyəcək? Yox deyilməyəcəkdir. Sadəcə olaraq, məsələn, bir belə deyək, mərkəzi küçələrdən biri ilə və yaxud da şəhərdə olan bir səki ilə biz getmiş olsaq, görəcəyik ki, qadın mağazində paltar satışı ilə məşğuldur, kişi orada avtomobil təmiri ilə məşğuldur. Daha ağır işdir. Bəli. Yəni, artıq burada hansısa dövlət qurumunu, hansısa qanunvericiliyi, hansısa cəmiyyəti qınamaq, mən hesab edirəm ki, doğru deyildir. Bu təbii bir seçim prosesidir. Baxın, bugün biz baxmış olsaq gör, tikinti sektorunda çalışanların 92% kişilərdir. Hansı qadın tikinti sektorunda işləmək istəsə imtina alacaqdır. Sadəcə olaraq hər bir kəs öz imkanları daxilində, istər fiziki, istər zehni, istər digər qabiliyyətləri, bacarıqları daxilində sektorlara müraciət edirlər. Təbii olaraq ki, təbii seçim olaraq ağır işlərin ödənişi də ağırdır və qadınlar zərif cins olduğu üçün, bu yaxşı kişi də belədir, bu istiqamətdə olan əmək haqqı fərqləri gətirib çıxardır. Baxın, bugün belə deyək, hətta bir statistikaya biz deməli, iş şəraitində əmək qabiliyyətini itirən, dünyasını dəyişən və ciddi xəsarətlərlə işdən yayınanların, daha doğrusu kənarlaşmaq zorunda qalanların statistikasına baxmış olsaq, 69% kişilər də işləyir. Yəni, bu və yaxud da orta məktəblərdə gəlin baxaq, nədən bugün kişi müəllimlərin sayı həddindən artıq azdır? Halbuki, keçmiş SSR-nin son illərində, o dövrlərdə təxminən bərabərlik təşkil edirdi. Bugün ona görə azaldı ki, daha doğrusu bugün indi artıq müəllimlərin əmək haqqı yuxarı qalxdıqca kişi müəllimlərinin tədricən təhsil müəssisələrinə qayıdışı müşahidə edilir. Amma müstəqilliyin ilk dönəmlərində əmək haqqlarının səhədsiz aşağı olması, müəllimlərin əmək haqqlarının ələxüsus aşağı olması kişiləri məktəblərdən digər sahələrə, tikintiyə,
fiziki əmək tələb edən sahələrə yönəldirdi. Elə ən çox fərq də məhz həmin o sahədədir, peşə, elm və texnika Bəli, sahələri. fərq yaradan budur ki, baxın, bu gün təbii olaraq, belə deyək, ailənin məsuliyyəti həm qadındadır, həm kişidədir. Amma istisnalar belə ümumi qaydanı pozmur. Ələxüsus da Azərbaycan ailəsində böyük əksəriyyət hesabından deyirəm mən, yəni ayrı-ayrı istisnaları kimsə misal göstərə bilər, amma böyük çəkidə kişi ailənin məsuliyyətini daha çox dərk edir. Və bu gün ər və arvad müəllimdirsə, qadın müəllim olaraq qalır, kişi müəllimliyini biz bunu müşahidə etmişik, yəni 90-cı illərin sonlarında. Ataraq gedirdi daha ağır eləməklə ki, insan ailəyə cavabdehdir və saxlamalıdır. O zaman ənənəvi düşüncə tərzi daha çox rol oynayır. Bilirsiniz, ənənəvi düşüncə deyil. Axı biz gəlin belə deyək, hansı bir ölkəni, yəni statistika varsa səsləndirin, hansı ölkədə kişilərin orta aylıq əmək haqqı qadınların orta aylıq əmək haqqından yuxarıdır? Belə bir ölkə varmı? Yoxdur. Bu gün, baxın, bir imkanlı bir şəxs düşünək formal olaraq. Bu insan işi qəbul edir. İşçinin biri evində uşağına baxmaq üçün istəyir, yəni dayə olaraq istəyir. Digərini isə yanda tikiləcək, belə deyək, bir həyətyanı ərazidə usta, bənna və yaxud da hörgü işləri üçün bir kadr axtarır. Digər bir ailə düşünün. Ər və arvad necə olacaq? Ər gəlib burada uşağa mı baxacaq, qadın mı hörgü hörəcək? Hansı olacaq? Qadın uşağa baxacaq, ər hörgü hörəcək. Hansının məvacibi daha çox olacaq? Daha çox zəhmət olanı. Ağır işdə işləyən. Yəni, prosesin mənşəyində, kökündə duran səbəb budur. Burada hər hansısa bir fərqli bir durum yoxdur. Bəli, məsələn, bugün səhiyyə sektorunda qadınlarımızın əməyi də, orta aylıq əməyi də, iş fəaliyyəti də çoxdur. Təhsil qadın və kişinin bərabər fəaliyyət göstərdiyi ən yaxın sahədir. Təxminən 49-un 51 nisbətindədir. Daha sonra incəsənət sektorudur, sonra xidmətlərdir. Bəli, bu sektorlarda qadın əməyi artıq getdikcə, belə deyək, artmaqdadır və orta aylıq əmək haqqı da bunlarda birbaşa gəlib kişi əməyinə yaxınlaşmaqdadır. Yəni, sualınızı konkretləşdirsək, bunların əsas səbəbi kişilərin daha çox fiziki əmək tələb edən işlərdə çalışmasıdır. Aydındır. Bəs gələcəkdə hansı sosial-iqtisadi nəticələrə səbəb olur məhz bu əmək haqqı fərqi? Bilirsiniz, bu dinamika əgər mənfi istiqamətdə getsəydi, qadınların kişilərə nisbətən əmək haqqı tədricən azalsaydı, biz bunun fəsadları haqqında düşünə bilərdik. Amma ötən hər il qadınların təhsildə xüsusi çəkisi artır, səhiyyədə xüsusi çəkisi artır. Hətta nəqliyyat sektorunda, hətta tikinti sektorunda belə 5 il əvvəlki işləyən qadınlarla bu gün işləyənlərin sayı daha çoxdur. Bu baxımdan təbii olaraq, məsələn, gələcəkdə pensiya təminatında bu səbəblərdən daha çox əmək haqqının alması, daha çox pensiya kapitalının yığılmasına gətirib çıxardır. Bu, deməli, pensiyanın daha çox olmasına gətirib çıxardır ki, bu faktorlar istisna deyil, yəni vardır. Amma bütün hallarda dinamika olaraq, yəni bütün dünyada o cümlədən də bizdə müəyyən ölkələrdə daha sürətli, müəyyən ölkələrdə daha az olsa da qadınların əmək bazarında xüsusi çəkisinin artması bu gün də davam edir. Kişilər və qadınlar arasında maaş fərqi təkcə bizim ölkədə deyil, dünyanın digər ölkələrində də qeydə alınan bir prosesdir. Bununla bağlı bir göstəricimiz var, onu diqqətinizə çatdırmaq istərdik. Belə ki, mövcud məlumata görə Avropa İttifaqında gender maaş fərqi orta hesabla 12,7%-dir, Estoniya 20,5%-li ən yüksək fərqə malikdir, ən aşağı göstərici isə Lüksemburqda qeydə alınıb 0,2%. Maraqlıdır, kişi və qadınların əmək haqqı fərqliliyinin aradan qaldırılması istiqamətində dünya ölkələrində hansı addımlar atılır və həmin o beynəlxalq təcrübələr bizim ölkəmizdə necə, həmin o beynəlxalq təcrübələri nəzərə alaraq hansı işlər görülə bilər? Baxın, indi Avropa İttifaqına daxil olan ölkələrin statistikasını siz səsləndirdiniz, mən qulaq asdım. Artıq bu statistika fərqində olan rəqəmlər sizin sonraki sualınızın cavabı orada vardır. Nə üçün? Ən aşağı göstərici Lüksemburqdadır, 0,2%. Baxın, Lüksemburq cırtdan dövlətdir və orada tikinti sektoru, emal sənayesi və yaxud da ki, neft çıxarma, qaz çıxarma yox dərəcəsindədir. Bu ölkə bir şəhər olaraq
Avropanın mərkəzidir. Bu gün Azərbaycanın paytaxtı Bakı şəhərində və Bakı şəhərinin əsas ölkəsinin, daha doğrusu mərkəzi hissəsini, mərkəzi küçəsini biz Nizami küçəsi hesab ediriksə, Lüksemburq Avropanın mərkəzi, belə deyək, hər mənada olan bir coğrafi koordinatdır. Ora biznes ofisləri vardır, xidmət sektorlarıdır, böyük şirkətlərdir, bank xidmətləridir. Ona görə o və bu sektorlarda, bəli, bu sektorlarda qadın və kişinin işləməsi üçün bərabər imkanlar yaradır. Deməli, qadınların kişilərlə eyni əmək haqqı almasını istəyiriksə, biz ölkəmizdə məhz xidmət sektorunun səviyyəsini qaldırmalıyıq. Biz qeyri-neft sektorunda da məhz xidmətə yönəlik sektorlardır. Yəni, baxar, əgər digər statistikanı siz təqdim etsəniz, görəcəksiniz ki, hansı ölkələrdə ÜDM-in formalaşmasında səhiyyənin, təhsilin və xidmət sektorunun payı yuxarıdırsa, həmin ölkələrdə qadınların orta aylıq əmək haqqı ilə kişilərin orta aylıq əmək haqqı daha çox yaxındır. Amma hansı ölkələrdə ki, neft-qaz əsaslıdır, tikinti sektorunun xüsusi çəkisi böyükdür və yaxud da kənd təsərrüfatı böyük xüsusi çəkiyə malikdir, bu ölkələrdə ağır fiziki əmək tələb olunduğundan artıq əmək haqqında da bu fərqlər müşahidə edilir. Aydındır, çox sağ olun. Təşəkkür edirik mövzuya aydın münasibət göstərdiyiniz üçün. Hazırda isə proqramımızı əmək bazarında mövcud olan vakansiyalarla davam etdiririk. Türk Dünyası Atatürk Liseyi İdman müəllimi vakansiyasını elan edib. Tələblər sırasında ali təhsil və 3 il müddətində pedaqoji təcrübə var. Əmək haqqı razılaşma yolu ilə. Körpü bina tikinti MMC sürücü axtarır. İş yeri Ağdamdadır. 20-55 yaşlarında olanlar müraciət edə bilərlər. Maaş 850 AZN. Azərenerji Açıq Səhmdar Cəmiyyəti mühəndis vakansiyasını elan edib. Elanda göstərilən tələblər bunlardır. Ali təhsil 22-45 yaş həddi. Maaş isə 840 manatdır. Santexniklər üçün Azərimed Qapalı Səhmdar Cəmiyyətində iş imkanı var. Müvafiq sahə üzrə peşə təhsili olanlar bu iş imkanını dəyərləndirə bilərlər. Şəxsi avtomobilin olması üstünlükdür. Qeyd olunan göstəricilərə cavab verənlər CV-lərini şirkətin elektron ünvanına göndərə bilərlər. Əmək haqqı 1000-1100 AZN-dir. Növbəti vakansiyamızı təqdim edirik. Kral şirkətinə ekspezitor tələb olunur. Müraciət edəcək şəxs ali təhsilli və 30-45 yaşlarında olmalıdır. Xanımlara üstünlük verilir. 6 günlük iş rejiminə təklif olunan əmək haqqı isə 1000 manatdır. Davam edirik növbəti vakansiyamızla. SAP şirkətində mühasiblər üçün iş var. Ali təhsil 2-3 il təcrübə, Azərbaycan, Rus və İngilis dili biliyi tələb olunur. Naharı şirkət təmin edir. Maaş 1200 AZN-dir. Bonamed marketinq müdürü axtarır. Minimum 2 illik marketinq və sosial media təcrübəsi tələb olunur. Əmək haqqı 1200 manatdır. Mazarina Trade Company-də sürücülər üçün iş var. Bunun üçün B kateqoriyalı sürücülük vəsiqəsi və 3 ildən 5 ilədək əmək stajı lazımdır. CV-lərinizi cv@mazarina.az elektron ünvanına göndərə bilərsiniz. Maaş 1150 AZN-dir. Azərseldə yeni vakansiya açılıb. Müştəri dəyərinin idarə edilməsi mütəxəssisi. Ali təhsil, minimum 1 il təcrübə tələb olunur. Vakansiya üçün 23 fevral tarixinədək müraciət edə bilərsiniz. Əmək haqqı razılaşma yolu ilə və son vakansiya təqdim edirik. Shopstore MMC-də web dizayner və proqram təminatçısı vakansiyası var. İş yeri Qubadadır. Ali təhsilli 23-35 yaşlı şəxslər müraciət edə bilərlər. Əmək haqqı isə 1500 AZN-dir. Belə, bugünlük sizə təqdim edəcəklərimiz bunlar idi. Növbəti həftə yeni vakansiyalar, iş tapmaq və işini dəyişmək istəyənlər üçün yeni təkliflərlə qarşınızda olacağıq. Bizi sosial platformalarda da izləyin. Əmin olun ki, hansısa iş sizlikdir.